Azərbaycan Respublikasının xalq artisti. Dövlətin verdiyi bu fəxri adı daşıyan hər bir müğənni Azərbaycanın milli mənəvi dəyərlərini də nəzərə almalıdır. Mütləq nəzərə almalıdır. Dövlətin verdiyi fəxri adı qəbul edən hər bir müğənni bu adla birlikdə bu fəxri adın gətirdiyi müəyyən məsuliyyət, məhdudiyyət və öhdəlikləri də qəbul etməlidir. Söhbət mənəvi öhdəliklərdən gedir. Yəni siz istədiyiniz şəkildə səhnəyə çıxa bilməzsiniz. Çünki dövlətin verdiyi fəxri adı daşıyırsınız. Azərbaycanın milli mədəniyyətini təmsil edirsiniz. Ya müğənni xalq artisti adını qəbul edib, bu adla birlikdə bu adın gətirdiyi müəyyən məsuliyyət, mənəvi öhdəlik, məhdudiyyətləri də qəbul etməlidir. Ya da müğənni deməlidir ki, bilirsiniz, mən xalq artisti adını daşıya bilməyəcəm. Müğənniyəm, tam sərbəst şəkildə geyinmək istəyirəm.